Təbii, maraqlı mövzularımız var. Həqiqətən, adət belədir də. İstənilən halda biz daha ciddi məqamları sona saxlayırıq. Mən qeyd etdim ki, bizim paneldə ilk dəfə olaraq iki xanım birlikdə, necə deyərlər, bir duet formasında bir yaxşı çıxışlar olacaq. Söhbət təşkilatlanmadan gedir və iki nəfər, hansı ki biz mühasibat, maliyyə, uçuş sahəsində kifayət qədər tanınmış şəxslər, Barason MMC-nin direktoru Elşən Rəhimovdan, Elşən müəllimsi dəvət edirəm. Buyurun. Və Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin dekanı, hörmətli Loğman müəllim Abdullayev, sizi dəvət edirəm. Və iki xanım, hansı ki sadaladım, söhbət gedir Könül xanımdan və Səbinə xanımdan. Hər ikisi, mən bildiyim qədər, peşəkar mühasib sertifikasiyasına malik şəxslərdir. Biri Aleyra MMC-nin maliyyə direktorudur, Könül xanım, digəri isə böyük bir adı var. Mən İngiliscə oxumamışam. Bakı Tekstil Sənaye Xarici Ticarət MMC-nin baş mühasibi Səbinə xanım Əlizrayeva. Mən hər ikinizi də dəvət edirəm. Çox sağ olun. Təşəkkür edirəm. Mən ilk olaraq xanımlara söz vermək istəyirəm. Sizin mövzunuz mühasiblərin təşkilatlanması ilə bağlı dünya təcrübəsi və Azərbaycan üçün perspektivlərdir. Mən bir balaca aşağıya çıxım. Təşkilatlanma dedikdə çox maraqlı bir sözdür. Biz birlikdə bizdə peşəkar mühasib təşkilatları var, digər mühasibat sahəsinə uyğun təşkilatlar var. Və həmin təşkilatların üzvü olanlar da var və bilirik ki, qanuna uyğun olaraq peşəkar mühasib sertifikatı almış şəxslər həmin təşkilatın üzvləri olmalıdırlar. İndi sual oluna bilər də, biz yaxşı nəyə təşkilatlanırıq? Təbii ki, demirəm ki, o təşkilatlar bizi qane etmir, edir. Amma mənə elə gəlir, bir yeni çağırışlar da olmalıdır. Biz dünya təcrübəsindən də əsaslanmalıyıq. Hətta yeni belə deyək, çağırışlar eləməliyik ki, biz təşkilatlanarkən nəyi düşünməliyik, nəyə əsasən, nə üçün təşkilatlanmalıyıq? Bəlkə bir mövqeyimizdə bir dəyişikliklər edək. O cümlədən həm də peşəkar mühasib, daha doğrusu tədris ekspertləri ki var, tədris sahəsində çalışan şəxslər ki var, bunların da təşkilatlanmasına ehtiyac var. Biz növbəti çıxışlarımız bu barədə danışacaq. Buyurun, Könül xanım, Səbinə xanım, söz sizindir. Salam dəyərli qonaqlar, hörmətli həmkarlar, xoş gördük hər birinizi. Fasilədən sonra biraz toparlanmaq çətin olur. Xahiş edirəm, diqqət səhnədə olsun. Çünki sonunda Səbinə xanımın sualları da olacaq. Bugünkü mövzumuz çox əhəmiyyətli bir mövzudur hesab edirəm. Mühasiblərin təşkilatlanması və onların iş prinsiplərinin yenidən baxılması kimi bir mövzumuz var. Az öncə dəyərli ekspertlərimiz mühasiblərin məsuliyyətindən danışdı. Bugünkü konsepsiyamızda məsuliyyətli mühasib konsepsiyasıdır və təbii ki, ölkənin iqtisadi əlaqələrinin şəffaf şəkildə qurulmasında mühasib peşəsinin rolu danılmazdır. Və mühasib sanki bir körpü rolunu oynayır, həm dövlət, həm sahibkarlar arasında. Bu baxımdan həm dövlət üçün, həm sahibkarlar üçün məsuliyyətli, peşəkar, işini bilən, etibarlı mühasiblərin yetişməsi çox zəruri bir məsələdir. Və bunun da məsuliyyəti biz düşünürük ki, mühasib təşkilatlarının da üzərinə düşür. Belə ki, mühasib peşəsinin nüfuzunu artırmaq üçün az öncə bir sual oldu, Mehdi müəllim sual verdi ki, necə eləyək ki, bu məsuliyyət yaradaq, motivasiya yaradaq mühasiblərdə. Mən düşünürəm ki, ictimai nüfuzun artırılması da mühasib peşəsinin məsuliyyətli olmasına gətirib çıxardır. Yəni, ictimai nüfuz da mühasiblər üçün bir motivasiyadır və məsuliyyətli olmağa vadar eləyə bilər. Və ictimai nüfuzun artırılması nədən asılıdır? Bu da təbii ki, dövlət dəstəyi və dövlət səviyyəsində təşkilatlanma və bir palata əgər təşkil olunarsa mühasiblərin üzv ola biləcəyi, bu zaman nəinki peşə nüfuzdur, söhbət burada tək mühasiblərin peşə nüfuzundan getmir. Təbii ki, məsuliyyətli mühasiblərin sayının artırılması, həmçinin ölkədə iqtisadi etibarlılığın və etimadın yaranmasına səbəb olur. Təbii ki, Azərbaycanda mühasib təşkilatları var, mövcuddur və bilmirəm, burada onların rəhbərlərindən iştirak edən var, yoxsa yox. Bir neçə mühasib təşkilatımız var, lakin bunlar vaxtı ilə, zamanın tələbi ilə müəyyən ictimai qurumlar və asosiasiyalar səviyyəsində təşkilatlanmışdır. Biz isə istəyərik ki, onların fəaliyyətinin daha effektli, daha sistemli və
faydalı baxımdan onların iş prinsiplərinə bir daha nəzər salaq və onların məqsədlərini genişləndirmək mövzusunda bugün bundan danışacağıq. Mövzumuza daha xırda detallı keçməzdən öncə mən istərdim zala bir müraciət eləyim. Mən bilmək istərdim aramızda nə qədər hal-hazırda aktiv şəkildə fəaliyyət göstərən mühasib var. Xahiş edirəm əl qaldırmaqla cavab verək, hər kəs aktiv iştirak etsin. Maşallah zalın 95% mühasibdir, o baxımdan mövzu hər kəs üçün önəmlidir deyə düşünürəm. Növbəti sual həmkarım Səbinə xanım tərəfindən gələcək. Buyurun. Öncəliklə hər birinizi salamlayıram, xoş gəlmisiniz. Daha bir sual vermək istəyirdik sizə. Aranızda neçə nəfər sertifikatlı mühasibdir və PMS ilə bağlı təşkilatlara üzvdür? Zəhmət olmasa əl qaldırmaqla münasibətinizi bildirərdiniz. Maşallah, bayağı bir sayımız var. Bəs daha bir sualım var sizə. Üzv olan yoldaşlar, bu üzvlüyün real faydasını hiss edirsinizmi? Zəhmət olmasa əl qaldırmaqla hə cavabı verin. Burada isə əllərin sayı xeyli aşağı düşdü. Xeyli aşağıda, çox təəssüf edirik. Deməli, mövzumuza belə başlayaq. Birinci problemlərin qoyuluşundan danışaq. Azərbaycanda mühasiblər çoxdur, amma təşkilatlanmış mühasiblər azdır. Mühasib var, sertifikat var, amma vahid güclü peşə səsi yoxdur. Azərbaycanda mühasiblərin sayı kifayət qədər çoxdur, sertifikatlaşma sistemimiz də var, amma bu potensial vahid və güclü peşə səsinə çevrilə bilmir. Mühasiblər fərdi şəkildə fəaliyyət göstərsələr də, ortaq mövqedən çıxış edən təhsilli peşə platforması formalaşmayıb. Nəticədə peşənin maraqları sistemli şəkildə müdafiə olunmur və qərarverici proseslərdə iştirak zəif qalır. Halbuki, təşkilatlanmış mühasiblər həm peşə standartlarına, həm də iqtisadi mühitin sağlamlaşmasına real töhfə verə bilər. Güclü peşə birliyi bu parçalanmış potensialı ümumi gücə çevirən əsas amildir. Azərbaycan reallığında mövcud vəziyyətə baxsaq, peşəkar mühasib sertifikatımız var, PMS tanıdan təşkilatlarımız var, amma üzvlük geniş deyil. Vahid güclü qurum yoxdur. Təsir mexanizmi zəifdir. Bu vəziyyət mühasiblərin qanunvericilik təşəbbüslərinə, normativ dəyişikliklərə və peşə ilə bağlı qərarlara təsir imkanlarını məhdudlaşdırır. Ayrı-ayrı sertifikatlar və təşəbbüslər olsa da, ümumi strategiya çərçivəsində birləşmə yoxdur. Nəticədə, mühasib peşəsinin nüfuzu və ictimai çəkisi potensialına uyğun səviyyədə formalaşmır. Dövlət qurumlar və biznes mühiti ilə dialoq daha çox fərdi səviyyədə aparılır, institusional güc yaranmır. Halbuki, vahid peşə platforması həm mühasiblərin hüquqlarını qoruya, həm də peşənin keyfiyyət standartlarını yüksəldə bilər. Bu boşluq doldurulmadıqca mövcud potensial tam reallaşa bilməyəcək. Bəli, Səbinə xanım maraqlı məqamlara toxundu. Mən istəyərdim ki, bu sahədə dünya təcrübəsinə bir nəzər salaq. Dünyada bu proseslər necə baş verir, mühasiblərin təşkilatlanması necə qurulur və biz ölkəmiz üçün buradan hansı nümunələri, örnəkləri götürə bilərik? Dünyada təbii ki, mühasib təşkilatları çoxdur. Ən böyük gücə sahib olan IFAC, International Federation Accounting, 130-dan çox ölkədən 3 milyondan artıq mühasibi belə deyək, öz çətiri altında birləşdirən bir təşkilatdır. Ümumiyyətlə, mühasib təşkilatlanmasının tarixi çox 150 ildən yuxarı bir tarixi var. Biz bu baxımdan biz onlardan nümunə götürərək bugün ölkəmizdə tətbiq etsək, düşünürəm, maraqlı məqamları mən araşdırmışam orada. Deməli, ilk dəfə mühasib təşkilatı 1854-cü ildə Şotlandiyada yaradılmışdır. O zaman iqtisadi sənaye inqilabından sonra iqtisadiyyat bir başqa sahədə inkişaf etdi və ciddi şəkildə mühasiblərə ehtiyac oldu və mühasib təşkilatı yaradıldı. Məsələn, İngiltərə, Böyük Britaniyada hal-hazırda ACCA, Amerikada CPA və s. mühasib təşkilatları bu təşkilatı nümunə götürərək, örnək götürərək yaradılmış və bugünə qədər inkişaf etmişdir. Mən onları bir xırda sadalamaq istəmirəm, hər ölkədə olan hansı təşkilatlar var. Mənə maraqlı gələn əsas özümüzdə görmək istədiyim nüanslara toxunacağım. Belə ki, xaricdə, məsələn, dünyada mühasib təşkilatları, düzdür, Amerikada və İngiltərədə üzvlük məcburi deyil, lakin, məsələn, Almaniyada və Fransada bu üzvlük məcburidir, yəni oranın üzvü olmasan, mühasib kimi fəaliyyət göstərə bilməzsən. Lakin məsələ burada bitmir. Məsələ ondadır ki, üzvlük sadəcə başlanğıcdır. Bizdə belədir ki, üzv oldunsa, məsələ bitdi. Orada isə üzv olandan sonra başlayır məsələ. Nə mənada? Yəni, mühasib təşkilatı öz üzvlərinin gələcək peşəsində göstərəcək fəaliyyətə məsuliyyət daşıyırlar. Onların sonraki inkişafını, ixtisas artırmalarına cavabdeh etdilər və onlara verdiyi peşəkarlıq lisenziyasına görə
məsuliyyət daşıyırlar. Bu baxımdan sahibkarlar üçün, əgər bizdə də belə bir mexanizm qurularsa, sahibkarlar üçün düşünürəm ki, daha rahat olar mühasib seçimində. Belə ki, sahibkar birbaşa mühasib təşkilatları ilə fəaliyyət göstərir və ora üzv olan mühasiblər artıq peşəkarlığına, belə deyək, şübhə olmayan bir məsələdir. Azərbaycanda da təbii ki, Azərbaycan mühasib təşkilatları da beynəlxalq təşkilatların üzvləridir. Lakin biz burada biraz formal üzvlük görürük. Real olaraq praktiki cəhətdən reallaşmayan bəzi məsələlər var. Sanki potensial var, lakin reallaşmayan, belə deyək, təcrübə mübadiləsi yoxdur. Məsələn, bizim mühasib təşkilatlarına üzv olan mühasiblər xarici həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsi, xarici seminarlarda iştirak etmək, təlimlərdə iştirak etmək baxımından biraz məhdudiyyət var sanki. Üzvlük biraz formal xarakter daşıyır və üzv olandan sonraki mühasibin inkişafı və peşə fəaliyyətində özünü necə göstərməsi hal-hazırda mühasib təşkilatlarının məsuliyyətində deyil. Lakin dünya təcrübəsində isə bu belədir ki, mühasiblər birləşərək bir palata şəklində və ən əsas fərq də ondan ibarətdir ki, bu təşkilatlar dövlət səviyyəsində tanınan bir palata yaradılır və dövlət qanunvericiliyi tənzimlənir. Bizdə, məsələn, Rusiyada olan mühasib təşkilatlanması bizə nisbətən uyğun gəlir, nisbətən bizə yaxındır ki, orada da yarı rəsmi statusu var. Yəni, dövlət tərəfindən tanınır, düzdür, lakin qeyri-hökumət təşkilatları səviyyəsində bir qurumdur. Biz isə istərdik ki, bir dövlət qurumu olaraq bir vahid bir mühasib palatası, vahid platform üzərindən idarə olunan bir sistem olsun ki, ölkədə təbii ki, mühasiblərin yetişməsi üçün də və sonraki inkişaflarına nəzarət üçün də bu böyük əhəmiyyət daşıyar. Dünyada ümumiyyətlə mühasib təşkilatlanması əsas iki model üzərindən gedir. Bir bazar yönümlü model, bir də dövlət yönümlü model. Modellər haqqında Səbinə xanım az sonra danışacaq. Yəni, üzvlüklər baxımından da məcburi və məcburi olmayan üzvlüklər də var. Əsas məsələ ondan ibarətdir ki, mən istəyərdim ki, Azərbaycanda mühasib təşkilatları belə olsun ki, ora üzv olan mühasiblər, onların növbəti inkişaf mərhələləri, onların peşəkarlıq səviyyəsi artırılması birbaşa mühasib təşkilatının məsuliyyəti olsun və burada mühasib təşkilatı sanki bir etimad olunan bir orqana çevrilsin. Əgər belə olarsa, bu baxımdan mühasiblərin də peşə nüfuzu ictimaiyyətdə təbii ki artacaq və sahibkarların da işi nisbətən yüngülləşəcək deyə düşünürəm. Buyurun Səbinə xanım. Çox sağ olun Könül xanım. Gəlin indi də beynəlxalq təcrübədə təşkilatlanma modellərinə baxaq. Deməli, təşkilatlanma modelləri 3 növdədir. Könüllü üzvlük, qismən məcburilik və lisenziyalaşdırma plus palata modelləri. Modellər fərqli olsa da, hər birində məqsəd eynidir, peşə gücü. Dünyada mühasiblərin təşkilatlanması vahid model üzrə deyil, ölkələrin hüquqi və institusional xüsusiyyətlərinə uyğun formalaşır. Amerika Birləşmiş Ştatları və Böyük Britaniyada könüllü üzvlük prinsipi tətbiq olunsa da, peşə biliklərinin nüfuzu son dərəcə yüksəkdir. Bu ölkələrdə mühasiblər məcburiyyətə görə deyil, peşə gücünə görə biliklərə qoşulurlar. Bir çox Avropa ölkəsində isə üzvlük qismən məcburidir və bu peşə intizamının qorunmasına xidmət edir. Qaydaların vahid tətbiqi üçün institutların rolu daha güclü qurulub. Fransa və Almaniyada isə lisenziyalaşdırma mexanizmi palata sistemi ilə birgə fəaliyyət göstərir. Bu model peşəyə girişə ciddi nəzarət edir və keyfiyyət təminatını artırır. Mühasib bütün modellərdə əsas məqsəd peşənin nüfuzunu və təsir imkanlarını artırmaqdır. Nəticədə təşkilatlanma forması dəyişsə də hədəf dəyişmir. Güclü və hörmətli peşə institutu formalaşdırmaq. Bəli, mən istəyərdim, burada sanki bir üçbucaq yaranır. Dövlət, mühasib təşkilatı və sahibkar arasında. Mühasib təşkilatı burada bir etimad körpüsü rolunu oynayır, dövlət və sahibkarlar arasında. Gəlin razılaşaq ki, hal-hazırda bizdə düzdür, peşəkar mühasiblərimiz var. Maşallah, zalın yarısından çoxu peşəkar mühasib sertifikatına sahib olan şəxslərdir. Lakin reallıq budur ki, peşəkar mühasib imtahanlarının düzdür keçirilməyi böyük bir İnkişafa səbəb oldu. Mühasiblər özlərində işləməyə başladılar və imtahan vermək üçün bilik və bacarıqlarını artırmağa çalışdılar. Lakin bugünkü reallıq belədir ki, istənilən bir fakültəni, iqtisadiyyatla əlaqəsi olmayan da bir fakültəni bitirən bir şəxs müəyyən standartları əzbərləyib gəlib
peşəkar mühasib imtahanı verib və peşəkar statusu qazana bilir. Bu, bunun peşəkarlığının tam sübutu deyil təbii ki. Yəni, bugünkü peşəkar mühasib sertifikatı, təbii ki, buradakılar hamısı peşəkardır, ona şübhəmiz yoxdur. Lakin bu, tam da peşəkarlığın sübutu kimi görünmür. Çünki dünya təcrübəsində belə bir şey yoxdur ki, heç bir iş təcrübəsi olmayan şəxsə peşəkarlıq statusu verilsin də belə deyək. Təbii ki, bu ilkin mərhələ kimi qiymətləndirilməsi çox gözəldir. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar təbii ki, mühasiblərin maariflənməsində böyük rol oynayır, lakin burada bitməməlidir deyə düşünürəm. Bu ilkin mərhələ kimi dəyərləndirilirsə və növbəti mərhələ isə məhz bilik və bacarıqların tətbiqi, nəzəri biliklərin istehsalatda tətbiqi, təcrübənin bir yoxlama mexanizmi işləyib hazırlansa, bu da düşünürəm ki, peşəkar mühasib təşkilatları bunu yarada bilər. Yəni, PMS imtahanından keçəndən sonra müəyyən bir təcrübə biliklərində yoxlama mexanizmi olarsa, o zaman biz artıq daha ürəklə kiməsə peşəkar statusunu verə bilərik. Və bunun sonraki nəzarəti də təbii ki, peşəkar mühasib təşkilatlarının üzərinə düşəcək. Sonraki ixtisas artırmalar və iş yerində onun səlahiyyətli şəkildə tətbiqi. Belə ki, məsələn, Amerikada, İngiltərədə belədir ki, peşəkar mühasib təşkilatının üzvü olsa belə, sonradan onun işində bir nöqsan aşkarlanarsa, onun lisenziyası onun əlindən alınır və artıq şirkətlər də arxayın olur ki, öz maliyyəsini peşəkarlara etibar eləmiş olur. Çünki maliyyə belə bir şeydir ki, şirkətin qan damarıdır, belə deyə, əsas özəyidir və bunu hər bir sahibkar istəyər ki, peşəkara həvalə eləsin və peşəkarlıq statusunu da möhkəmləndirərək biz bunu həm nəzəri bilik, həm təcrübə baxımından bir mexanizm hazırlansa ki, bu peşəkar statusu həqiqətən peşəkarlara verilsin, o zaman daha şirkətlərin idarə olması daha rahat olar deyə düşünürəm. İndi isə mühasibin beynəlxalq əmək bazarına inteqrasiyasına baxaq. Beynəlxalq əmək bazarına inteqrasiya bizə nələri vəd edir? Sertifikatın ölkə sərhəddindən kənarda da dəyəri olmalıdır. Başqa ölkələrdə işləyə bilmə imkanları, sertifikatımızın beynəlxalq arenada tanınması, sıfırdan başlamaq məcburiyyətinin aradan qaldırılması, remote işləyə bilmək imkanları, ERP və bulut sistemlərində çalışmaq. Mühasibin beynəlxalq əmək bazarına inteqrasiyası peşəkar inkişafın yeni səviyyəsini açır. Belə inteqrasiya sayəsində mühasib digər ölkələrdə işləmək fürsətini əldə edir və sərhədlərdən asılı olmayaraq təcrübəsini genişləndirə bilir. Beynəlxalq səviyyədə tanınan sertifikatlar onun peşə nüfuzunu artırır və CV-sində əlavə üstünlük yaradır. Bu, həmçinin mühasibə sıfırdan başlamaq məcburiyyətini aradan qaldıraraq mövcud və bilik və bacarıqları ilə dərhal işə qoşulmağa imkan verir. Remote işləmə imkanları müasir iş mühitində elastikliyi təmin edir və zaman və məkan məhdudiyyətlərini aradan qaldırır. Mühasiblər ERP və bulut sistemlərində işləmə bacarığını inkişaf etdirərək böyük şirkətlərin maliyyə əməliyyatlarında iştirak edə bilirlər. Bu təcrübə beynəlxalq standartları və qabaqcıl texnologiyaları mənimsəməyə kömək edir. Mühasib qlobal komandaların bir hissəsi kimi fəaliyyət göstərərək müxtəlif mədəniyyətlər və biznes mühitləri ilə tanış olur. Nəticədə peşəkar biliklər yalnız yerli bazarda deyil, qlobal səviyyədə də tətbiq edilə bilir. Bu inteqrasiya həm fərdi karyera perspektivlərini genişləndirir, həm də ölkəmizin mühasibatlıq sektorunun beynəlxalq nüfuzunu yüksəldir. Eyni zamanda bu proses mühasibləri etik normaları və peşə davranışı standartlarına uyğun işləməyə təşviq edir. Qlobal əmək bazarına çıxış yerli mühasiblər arasında sağlam mühit formalaşdırır və bilik səviyyəsinin yüksəlməsinə səbəb olur. Beynəlxalq layihələrdə iştirak, mühasiblərin analitik düşüncə, risklərin idarə edilməsi və strateji maliyyə planlaşdırması bacarıqlarını da gücləndirir. Bu da onları yalnız icraçı deyil, qərarverici proseslərdə iştirak edən peşəkarlara çevirir. Uzun müddətli perspektivdə belə inteqrasiya ölkə daxilində də mühasibatlıq xidmətlərinin keyfiyyətinin artmasına təsir göstərir. Nəticədə yerli bazar qlobal standartlara daha sürətli adaptasiya olunur. Bəli, mən sonda bir qısa məqama da toxunmaq istəyirəm. Çox vaxtı almadan, vaxt məhdudiyyəti var təbii ki. Bugün biz mühasib yetişdirən təlimçilərik, həmçinin bir çox mühasiblərlə ünsiyyətdəyik. Mühasib daha çox stres altında işləyir sanki müşahidə etdiyimizə görə və bu stresin də kökündə dayanan əsas səbəbi belə başa düşürəm ki, mühasibin nisbətən təzyiq altında işləməsidir. Yəni, mühasibin səlahiyyətlərinin kağız üzərində qalması, belə deyək, məhdudlaşdırılması,
və sanki mühasib dövlətlə sahibkarın arasında qalır. Dövlətin tələbləri ilə sahibkarın tələbləri üst-üstə düşmür. Uyğunsuz, qanunsuz göstərişlər, təzyiqlər və s. Yəni mühasibin öz işini bilən peşəkar mühasibin işini peşəkar səviyyədə icra eləmək belə, yəni peşəkarlaşmaq da tam da şərt deyil əslində. Ona icazə də bəzən verilmir ki, işini bildiyi kimi peşəkar səviyyədə idarə eləsin. Bu baxımdan düşünürəm ki, qanunvericilikdə də müəyyən bir mühasibə dəstək olan maddələrin artırılmasına bəlkə ehtiyac var. Çünki mühasibat haqqında qanun maddə 8-də yazır, səhv etmirəmsə, qaydaları, bəli. O hüquq və vəzifələri. Mühasibin vəzifələri bəllidir, lakin hüquqları biraz məhdudlaşdırılmışdır. Yazılsa da bunu icra eləmək çətin olur və bir mühasib fərdi şəkildə bununla mübarizə apara bilmir. Burada da mühasib təşkilatının bir önəmi böyük olacaq ki, mühasibin arxasında dursun və mühasib qanun keşiyində dayanan bir mütəxəssis olsun. Sahibkarın göstərişinə əməl edən yox, yeri gələndə məsələn, xaricdə, dünya dövlətlərində də müşahidə edirik ki, mühasiblər palatasının öz müstəqil rəyi olur və ümumiyyətlə dövlətin islahatlarında iştirak edən bir qurum kimi çıxış edir və şirkətdə də mühasib bu cür olmalıdır ki, sahibkarın təzyiq altında yox, qanunun keşiyində dayanan bir mütəxəssis olması üçün bu baxımdan qanun mühasibin arxasında dayanmalıdır və güclü bir palata olarsa mühasibin üzv olduğu, bu məsələni də düşünürəm ki, növbəti illərdə müəyyən qədər həll etmiş olarıq. Hörmətli həmkarlar, bugün biz sadəcə mühasibatlıq haqqında danışmadıq. Biz peşəmizin gələcəyindən danışdıq. İndi bizi bir sual maraqlandırır. Biz hələ də təzyiq qarşısında tək mi qalacağıq, yoxsa arxamızda güclü institut mu olacaq? Unutmayaq, güclü peşə təsadüfən yaranmır. Güclü peşə təşkilatlanma ilə yaranır. Əgər biz bugün addım atmasaq, 5 il sonra da elə bu mövzuları müzakirə edərək qalacağıq. Amma əgər bugün qərar versək, Azərbaycan mühasibi regionda nümunəyə çevrilə bilər. Sertifikatlarımız beynəlxalq dəyər qazana bilər. Peşəmizin nüfuzu yeni mərhələyə qalxa bilər. Bu proses bir nəfərlə başlamayacaq. Bu proses hamımızla başlayacaq. Çünki peşənin gələcəyi birlikdən başlayır. Təşkilatlanma peşəmizin reputasiya qalxanıdır. Hər bir mühasib təşkilatlanaraq həm özünü, həm də peşəsini qoruya bilər. Odur ki, elə indi addım atmaq vaxtıdır. Mən hər ikinizə təşəkkür edirəm, sağ olun. Çox maraqlı mövzudur, açıq deyim. Mənim üçün, mən çox diqqətlə saxladım mövzunu. Təbii ki, bizdə peşəkar belə də fəaliyyət göstərən təşkilatlar var, yəni qeyri-hökumət təşkilatı statusunda və təbii ki, bu iki xanımın çıxışından mən belə mesaj aldım ki, bizim peşəkar mühasib sertifikatlarımıza üzvlük daha çox məcburidir, könüllülük azdır, burada əl qaldırıldı. Mən oradan da gördüm ki, həqiqətən belə deyək, məcburən gedib orada üzv oluruq, amma faydasını az görürük. Mən demirəm ki, bu təşkilatlarda kifayət qədər bacarıqlı ekspertlər var, təlimçilər var, çox belə deyək də nüfuzlu təşkilatlarla əlaqəlidirlər, həmin o qeyri-hökumət təşkilatlarından gedir, peşəkar mühasib təşkilatlarından gedir söhbət. Amma nəsə biz onları çox tərpətmirik. Yəni, dolayısıyla onların da bizim məsuliyyətimizin formalaşmasında, həm də bu xanımların qeyd etdiyi kimi bizdə yaranacaq məsuliyyətə bir qorunma yolu vasitəsi kimi, bir arxa kimi biz onları görmək istəyirik. Mən istəyirəm, birlikdə biz buradan onlara bir mesaj verək ki, bəli, biz onlardan razıyıq, amma tam razı deyilik. Bizi elə bir şərait yaratsınlar ki, biz könüllü gedək oraya üzv olaq, istəyərək gedək. Bunun barədə düşünməklərini onlara bir daha biz arzulayaq, xahiş edək ki, bizim təşkilatlanmağımızı həqiqətən yaxşı mənada, çox belə deyək, vacibdir. Çox sağ olun, təşəkkür edirəm. Buyurun.